Bu video Rövşən Cavadovun qətlində əsas simalardan biri kimi adı çəkilən, lakin nədənsə kütləvi informasiya vasitələrində və digər yerlərdə o qədər də adı hallanmayan bir şəxs barəsində olacaq. Bu Labadır. Labanın kimliyi barəsində çalışacağım. Əlimdə olan məlumatları sizlə bölüşüm. Əvvəlcə bunun şəklini gətirim efirə. Siz görün burada. Bu Heydər Əliyevin yanında dayanan şəxsdən gedir. Onun əsl adı Mübarizdir. Mübariz Pənahov. Niyə görə Laba deyilib, onu da bu verilişdə açıqlayacaq. Burada da görürsünüz ki, Heydər Əliyev hakimiyyətə təzə gələndə onun yanındadır. Bu da İlham Əliyevlə Labanın şəklidir. Bu şəxsin adı Amun hadisələri ilə niyə hallanır? Kimdir bu şəxs? Bu möhtərəm şəxsin vəzifəsi nədir? İndi hardadır? Sağdırmı? Sağ deyilmi? Bu barədə əlimdə olan informasiyaları, məlumatları sizlə bölüşəcəm. Oradan başlayaq ki, Laba hal-hazırda vəzifə tutur. Neft şirkətində, dövlət neft şirkətində, Sokarda təhlükəsizlik şöbəsinin müdürüdürmü, departamentinin rəhbəridirmi, bilmirəm. Hər halda neft şirkətinin sayılıb seçilən vəzifələrindən biri bu Labanın ixtiyarındadır. Bir müddət bu təxminən 2004-cü ildənmi, 2003-cü ildənmi vəzifəsiz qaldı. Naxçıvan xanı bunu vəzifədən kənarlaşdırmışdı, işdən kənarlaşdırmışdı, gəldi sonradan Sokarda mühüm bir vəzifə tutdu. Yaxşı, indi sual yarana bilər ki, bu şəxs hara, Sokar hara, Laba hara, Amun hara? Buna biz çıxış nöqtəsi kimi Rövşən Cavadovun atası Bəxtiyar Cavadovun verdiyi bir açıqlamanı götürürük. Bəxtiyar Cavadov Təzadlar qəzetinə verdiyi müsahibədə 5-12 mart 2002-ci il bu tarixdə verdiyi müsahibədə Bakıdakı mart hadisələrindən bəhs edib və orada eynən belə demişdi, stat verirəm. Rövşənə Naxçıvan MTN-nin işçisi Əhliman Rıza oğlu Əliyev, necə simvolikdir Rıza və Əliyev, atəş açmışdı. Və ona görə də o öldürüldü. Onun etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əhman Əmrəslanovu hazırlayıb terror üçün yola salan Laba ləqəbli mübariz gördüyü işlə hələ də fəxr edir. Demək, Rövşən Cavadovun atasının mərhum Bəxtiyar müəllimin açıqlamasında biz Labanın adını eşitirik ki, o Rövşəni öldürməyə göndərilən şəxsin Laba tərəfindən, mübariz tərəfindən hazırlandığını deyilir. Əvvəlcə bir aydınlıq gətirim ki, hörmətli tamaşaçılar, biz burada nə istintaq aparırıq, nə mən kimisə birbaşa üzr istəyirəm. Dəyərli tamaşaçılar, bir dəqiqə xahiş edirəm. Dostlar, aləmi qatdım bir dəqiqənin içərisində, çox üzr istəyirəm. Nəyə demək istəyirdim? Əvvəlcə aydınlaşdıraq ki, mən bu videoda heç kimi birbaşa ittiham etmək istəmirəm. Mən əlimdə olan materialları sizlə bölüşəcəm və mübariz Labanın da imkanı var ki, gələn proqramda burada səslənən məsələlərlə bağlı çıxıb fikrini deyə bilər. Mən araşdırdım bir jurnalist kimi, onun bu zamana qədər bu ittihamla bağlı heç bir açıqlaması yoxdur. Əgər olsaydı, mən məmnuniyyətlə həmin bu verilən bu çarpıdıcı informasiya, məlumata onun mövqeyini işıqlandıra bilərdim. Hələ ki, biz onun heç bir mövqeyini görməmişik. Ona görə mən yenə də onu birbaşa ittiham etmirəm. Bu barədə məhkəmə olmalıdır, istintaq olmalıdır. Ümid edək ki, Azərbaycanda belə bir gün yetişəcək, bu məsələləri aydınlaşdıracaq. İndi isə istəyirəm sizə kiçik bir video təqdim edəm.
ki bizim bundan sonraki danışacaqlarımız, məlumatlarımız, verəcəyimiz məlumatlar biraz anlaşılan olsun. Bu indi izləyəcəyiniz materialı mən ötən il hazırlamışdım. Onu izləyək, sonra yenidən buradan başlayarıq. Niyə fərman verib? Bunu bilməyən olmaz. Amon komandiri Rövşən Cavadovun qətlinə kim və niyə fərman verib? Bunu bilməyən olmaz. Lakin Cavadovun həlak edilməsindəki bəzi xırda görünsə də, vacib məqamlardan çoxları xəbərsizdir. Bu videoda onlardan danışacaq. İlk sual budur. Rövşən Cavadovu vuran adam kim olub? Onun şəxsiyyəti bəllidirmi? Bu sualın cavabını mərhum komandirin atası Bəxtiyar Cavadov Təzadlar qəzetinin 5-12 mart 2002-ci il sayındakı müsahibəsində verib. Stat: Rövşənə Naxçıvan MT-nin işçisi Əmraslan Rızaoğlu Əliyev atəş açmışdı və ona görə də o sonra öldürüldü. Onun etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əmraslan Əliyevi hazırlayıb terror üçün yola salan isə Laba ləqəbli mübariz gördüyü işlə hələ də fəxr edir. Statın sonu. Bəxtiyar Cavadovun dediklərini onun digər oğlu Mahir Cavadov da təsdiqləyir. Mahir Cavadov öz Facebook qeydlərində bu məzmunda yazır. Heydər İlham Əliyevlər Naxçıvandan gətirilmiş Əmraslan Rızaoğlu Əliyevə əmr vermişdilər ki, Rövşən Cavadovu vursun. O da Rövşən Cavadovu ancaq yaralamağa macal tapmışdır. Çünki onu cavab atəşi ilə elə ordaca qardaşım öldürmüşdür. Heydər Əliyev o qatil Əmraslan Rızaoğlu Əliyevə milli qəhrəman adı vermiş və kəndlərində ona heykəlini uzatmışdır. Əmraslan Əliyevə milli qəhrəman adı verilməsi Mahir Cavadovun təxəyyülünün məhsulu deyil. Bu həqiqətdə rəsmi sənədlərdə əksini tapıb. Çox dəhşətli bir fakt ondan ibarətdir ki, AMON-un güllə bəran edilməsində, mart hadisələrində öz qardaşlarını, Azərbaycan vətəndaşlarını öldürdüklərinə görə Heydər Əliyev nə az nə çox 36 nəfərə milli qəhrəman adı vermişdir. Onlardan biri də MT-nin zabiti Əmraslan Əliyev olmuşdur. Həmin Əmraslan. Əmraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilə qədər fəhlə işləyib. Wikipediyadakı məlumata görə fəhləlik etdiyi zaman 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix Filologiya Fakültəsində təhsil alıb. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə başlamışdır. AMON-a qarşı əməliyyat keçirilərkən öldürülüb. 4 aprel 1995-ci ildə 307 saylı fərmanla Heydər Əliyev Əmraslan Rızaoğluna ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı fəxri adını vermişdir. Burada biz başqa bir sualla üz-üzə qalırıq. Naxçıvanda sərhəd qoşunlarında xidmət edən birinin Bakıda hərbi əməliyyatda nə iş ola bilərdi? Lap başda dedik ki, onu xüsusi olaraq Rövşəni öldürmək üçün Laba ləqəbli mübariz göndərilmiş. Laba hazırda Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin rəis müavinidir. Növbəti videomuzda Labanın kim olduğunu daha detallı nümayiş etdirəcəyik. Bizi izləyin. Mən indi sizə onun dostu olmuş, bir zamanlar dostu olmuş, xalq hərəkatında iştirak etmiş Fərəməz Novruzoğlunun Fərəməz Allahverdiyevin məqaləsini oxuyacağım. Bu məqalə Xural qəzetinin, Əvəz Zeynalının qəzetinin keçmiş saylarında nəşr olunub. Arxivdən istəsəniz özünüz də tapıb oxuya bilərsiniz. Deməli, yazının adı olub Labanın top dağıtmaz imperiyası. Laba, qeyd etdiyimiz kimi, Rövşən Cavadovun atası və qardaşı tərəfindən iddia olunur ki, Rövşəni qətlə yetirən şəxsi o təlimatlandırıb, hazırlayıb, göndərib. O şəxs özü də vəfat edib, Rövşən də həyatda yoxdur. Görək bu Laba kimdir? Onun keçmiş qədim dostlarından biri Fərəməz Allahverdiyevin Labanın top dağıtmaz imperiyası adlı yazısında bizə xeyli informasiya vermiş olacaq.
Fərəməz Novruzov, Allahverdiyev üzr istəyirəm, Novruzoğlu qeyd edir. Laba Pənahov Mübariz Həsənoğlu, bir dəqiqə dostlar, bu mən efirdə hərəlik Rövşən Cavadovun görüntüsünü saxlayaq. 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərir rayonunun Dəmirçi kəndində anadan olub. Məktəbdə oxuduğu illəri Şərir Dəmir yolu vağzalında kiçik vedrələrdə alma, armud, alça və digər meyvələri satmaqla keçirib. Hamıdan yüksəkdə və var dövlət sahibi olmağı arzu edən Mübariz bu yüksəkliyə elm və savadla deyil, qol gücü hesabına nail olmağı üstün tutub. O, Azərbaycanı tərk edib dırnaqarası fəaliyyətini Moskva və Xarkov şəhərlərində davam etdirir. SSRİ-nin dağılması prosesi gedən illərdə kriminal ünsürlər xeyli fəallaşmışdı. Həmin dövrdə keçmiş SSRİ məkanında reykerçiliyin bünövrəsi qoyulur. Mübariz də fürsəti əldən vermir. Bütün mahiyyəti zalımlıq, dələduzluq üzərində köklənən Mübariz ətrafına özü kimləri toplayıb reykertliklə məşğul olmağa başlayır. Lakin onun qurbanları başqaları yox, özününkülər, yəni ailənin maddi imkanlarını yaxşılaşdırmaq üçün Moskva və Xarkov şəhərlərinin bazarında edən zavallı Azərbaycanlılar olur. O, bazarda alver edən Azərbaycanlılar üzərində dırnaqarası xüsusi vergi tətbiq edir. Vergi vaxtında ödəlmədikdə isə vergi ödəyicilərinin xüsusi qəddarlıqla cəzalandırılmış. Onun belə amansız cəza tədbirlərinə görə bəzən bazar əhli ona qarşı üsyan qaldırır. O, üsyançılara divan tutulmasını əmr edir. Özü şəxsən bu əməliyyatlarda iştirak edir və əməliyyatlar zamanı xüsusi qəddarlığı ilə fərqlənir. Azərbaycandan kənara ailələrinə çörək pulu qazanmaq dalıca gedən insanlara divan tutarkən göstərdiyi dırnaqarası rəşadətə görə ona Laba ləqəbi verilir. İndi müəllif bizə açıqlayacaq ki, bu Laba nə deməkdir? Bu adın mənasını ondan soruşduqda isə o belə cavab vermişdir. Polşada qurd nəslindən törəyən məğrurluğu, hünəri, qorxmazlığı ilə seçilən xüsusi it cinsi var. Orada bu itə Laba deyirlər. Bazarda 5-6 nəfərin öhdəsindən gəldiyimə görə mənə bu adı veriblər. Sonra o əlavə edir. 5-6 nəfərə gücümün yetməyəcəyini görüb, onları dişləyərək ətlərini sal-sal qoparmışam. Xural qəzetinin 4-10 aprel 2004-cü il sayında bu dərc olunub. Daha sonra məqalədə yazılır ki, 1989-cu ildə Laba Azərbaycana qayıdır. Ondan sonra həmin vaxtda Azərbaycanda bilirsiniz ki, xalq hərəkatı başlayır, xalq cəbhəsi fəaliyyət göstərir. Bu Fərəməz Allahverdiyev də xalq cəbhəsinin Naxçıvan təşkilatının fəallarından, funksionerlərindən olur. Deməli, onun vasitəsilə bu adam Fərəməz Allahverdiyev qeyd edir ki, xalq cəbhəsinə üzv olur. 92-ci ilin iyununda Laba Şərur rayonundan olan və son zamanlar Bakıda iş adamı kimi tanınıb çox mərtəbəli evlər tikən İsfəndiyar Axundova bıçaqla xəsarət yetirir. Bununla əlaqədar onun həbsi üçün sanksiya verilir. O vaxt artıq Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olur. Fərəməz Allahverdiyev də bir Əliyevçi kimi Əliyev komandasının arasında nüfuz sahibi idi. Həmin vaxt Fərəməz Allahverdiyev Labanı bir dost kimi xilas etmək qərarına gəlir. O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Əskər Ələkbərov və Naxçıvan Muxtar Respublikasının baş prokuroru Hüseyn Hüseynovla danışaraq məsələni yoluna qoyur. Münaqişə edən tərəflər barışır və Laba həbsdən canını qurtarır. Dəyərli dostlar, qeyd edeyim ki, mənim indi oxuduğum qeydlər, məqam Xural qəzetində dərc olmuyor. Xural qəzetində dərc olunan Fərəməz Allahverdiyevin yazsın sizin nəzərinizə çatdırdıq. Bunu mən məzlum və zavallı bizim bir Azərbaycanlımız var idi, dissident, Nadir Ağayev. Sovet dövründə nadir dissidentlərimizdən biri idi. Çox təəssüf ki, Heydər Əliyev onu da Allah'da hakimiyyətə gələndə
Baxmayaraq ki, Heydər Əliyev onu tutturmuşdu Sovet İttifaqı vaxtı. Hakimiyyətə gələndə ona Binəqədidə icra başçısı müavini verdi. Sonra yoxsa nəsə verdi. Qısa bir müddətdə isə konfliktə girdilər, uzaqlaşdı. Sonra Nadir rəhmətlik çox amansız şəkildə Heydər Əliyevin tənqidçisinə döndü. Çox sərt üslubda Əliyevlərin ünvanına kitablar yazırdı. Mən indi o kitabdan oxuyuram bunu. Onun belə bir kitabı var. Fəlakətlərimizin baiskarı Heydər Əliyev. Dövrü mətbuatda Heydər Əliyev haqqında çıxan yazıları toplayırdı, icmal edirdi, qısa da şərhlər verirdi. Hətta o qədər ağır şərhlər verirdi ki, adamlar o kitabı oxumağa belə qorxurdu. Zavallı kitabı heç nəşriyyatlarda da çap edə bilmirdi. Kustar üsulundan evindəmi, hardamı çap edib və əlbəəl yayırdı. Mən özüm Azadlıq qəzetində işləyəndə onunla görüşmüşəm, söhbət etmişəm. Şəkilimiz də var. Biraz tələsik hazırladım. Gərək o şəkili də göstərərdim. Ruhu şad olsun. Çox ağır tərzi var idi. Döyürdülər onu da küçədə, incidirdilər. Çox çətin həyat keçirirdi. Onun böyük xidmətlərindən biri bu idi ki, dövrü mətbuatda çıxmış bu yazıları toplayıb kitab kimi dərc etmişdi. O kitab bəzi şəxslərdə var, məndə də var. Saytı var idi, çox təəssüf ki, saytını dağıtdılar hökumət, yoxsa neynədi? Mən indi xülasə demək istədiklərim onun qeydləridir. Bir dəqiqə oxuduqlarım. Demək, bundan sonra, hörmətli dostlar, Labanın bu keyfiyyətindən, dırnaqarası keyfiyyətindən xəbər tutan Heydər Əliyev bunu öz yanına işə götürür. Nə baxımdan işə? Onun mühafizəsində və s. iştirak edir. Ondan sonra Laba kosmik surətlə varlanmağa başlayır. Əvvəlcə Sədərək gömrük məntəqəsində adi işçi, müfəttiş, nəhayət heç bir ali təhsil olmayan və mənfi reputasiyalı bu adam Sədərək gömrük idarəsi kimi mühüm strateji posta təyin edilir. Heç bir təhsili zadı yoxdur, fikir verin. İşi gücü adam döymək, nə bilim, alma, heyvə satmaq və yaxud da alma, heyvə satan zəhmətkeş adamları zülm eləyib, onların üzərində hökmranlıq quran bir şəxs olub. Laba varlandıqca iştaha böyüyür və daha yüksək məqsədlərinə çatmaq üçün siyasətə qoşulmaq istəyir. Lakin ali təhsilinin olmaması onun bu məqsədə çatmasına mane olur. Universitetə daxil olub 5-6 ilini hədər vermək istəməyən Laba bu istəyinə də nail olmağa bir çarə tapır. Heç bir ali təhsil olmayan Laba Bakı Dövlət Universitetinin Dağıstan ali təhsil ocaqlarının Bakı Dövlət Universitetinə Dağıstan ali təhsil ocaqlarının birinin saxta diplomunu təqdim etməklə birdən-birə hüquq fakültəsinin 3-cü kursuna qiyabi daxil olur. Və təəccüblənməyəcəksiniz, hüquqşünas diplomu əldə edir. Laba gömrük idarəsinin rəisi olduqdan sonra pula pul demir, 10 ildən artıq bir müddətdə gömrükdə 100 milyonlarla dollar əldə edir. Nəhayət Laba o qədər varlanır ki, hətta yolunu azıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin bacısının kürəkəni Vasif Talıbovla rəqabətə girib, onun oturduğu kürsünü ələ keçirmək fikrini düşür. Bununla barışmayan tayfa Labanı vəzifəsindən kənarlaşdırır. O da var dövləti ilə xaricə gedir. Müəllif yazır ki, yəni Nadir Ağayev öz kitabında qeyd edir ki, Xural qəzetinin 4-10 iyul 2004-cü il sayının anonsunda qəzetin növbəti sayında Fərəməz Allahverdiyevin Novruzoğlunun Laba Araslar PKK əlaqələrini necə yaratdı yazısının dərc olunacağı barədə anons verir. Araslar Türkiyənin İğdir Bələdiyyəsinin başqanı Nürəddin Arasdır və onun qardaşları nəzərdə tutulur. Lakin nədənsə belə bir yazı qəzetdə dərc olunmur. Mən indi çalışaram növbəti saylarımızda Fərəməz Allahverdiyevlə əlaqə yaradıb, ondan soruşum ki, o Labanın PKK ilə əlaqəsini hansı formada görüb. Çünki bu barədə anons verib, ola bilsin ki, qəzetin redaktoru imkan verməyib və yaxud da təzyiq olub və yaxud da bəlkə məlumatlar təsdiqini tapmayıb. Hər halda müəllif belə bir anonsu oxucularına verib ki, Labanın PKK ilə də hansısa formada əlaqələri var.
Dəyərli dostlar, bax bu şəxs hal-hazırda Azərbaycanda çox böyük vəzifə tutur. SOCAR-ın təhlükəsizlik idarəsinə rəhbərlik edir. Mühüm bir postdur, yaxşı qazanır və Rövşən Cavadovun qətlə yetirilməsi ilə bağlı uzun illərdir Azərbaycanda hallanan bu məsələyə, bu mövzuya LABA bu günə qədər də cavab verməyib. Bu gün də mən yəni bu efir vasitəsilə imkan tanıyıram ona, onun haqqıdır ki, bu ağır ittihamlara cavab versin, təsdiq etsin, təkzib etsin. Əlbəttə ki, biz o qədər sadəlif deyilik. Yəni Amon hadisəsi LABA-nın və yaxud da hər hansı bir qeyri bir insanın səlahiyyətində olan iş deyildi. Orada bu insanlar LABA-da, orada Rövşənə güllə atan şəxs də kiçik fiqurlardır. Prosesin iştirakçılarıdır. Bu onları məsuliyyətdən azad etmir, amma ümumilikdə Amon qətliamı siyasi bir məsələ idi. Əmr hardan verilmişdi, kim vermişdi, kimin marağında idi biz bilirik. Amma burada cinayət əməli baş verib, Rövşənlə bağlı, eləcə də digər məsələlərlə bağlı çox ciddi ittiham var. Yaxşı olar ki, bu adam dirikən bu məsələlərə aydınlıq gətirsin. Və bir məqamı diqqətinizə çatdırım ki, LABA-nın təkcə Rövşənin qətli ilə bağlı məsələdə adı hallanmır. Belə təxminən keçən il mən mətbuatda bu mövzunu araşdıranda gördüm ki, işdən çıxandan sonra o Sədərək gömrük məntəqəsindən qaçaqmalçılıqla belə mal keçirdirmiş Türkiyə. O zaman atışma olub və həmin atışmada da bunun dəstəsi bir nəfər bizim hərbiçimizi öldürüb. Hərbiçimiz orada həyatını itirib. O hərbiçinin adı da var, şikayətçi də var. Maraqlı olsa gələn verilişlərdə onu da nəzərinizə çatdıra bilərik. Məncə uzatmağa gərək qalmadı. Videonu izləyin, şərhlərinizi yazın, bəyənsəniz paylaşmağı və kanala abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Bu mövzu ilə bağlı yəqin ki, bizim növbəti araşdırmalarımızda olacaq.